Hər birinizi salamlayıram. Bu günləri sizlərlə bir yerdə 8-ci sinif biologiya dərsliyi 1-ci hissə səhifə 58 insan ürəyinin quruluşu və işi dərsinin izahına baxacağıq. Gəlin ilk öncəliklə dərsimizlə tanış olaq. Ürəyin quruluşu. Döş boşluğunda yerləşən ürək xaricdən birləşdirici toxumadan əmələ gəlib və içərisində maye olan 2 qatlı ürəkyanı kisə ilə əhatə olunub. Kisənin boşluğundakı maye ürək işləyərkən onu sürtünmədən qoruyur. İnsanın ürəyi 4 kameralı olub, 2 qulaqcıq və 2 mədəcikdən ibarətdir. Qulaqcıqların əzələli divarı mədəciklərin divarına nisbətən nazikdir. Qulaqcıqlar yığılarkən qan mədəciklərə tökülür. Mədəciklər isə qanı damarlarla bütün bədənə qovur. Ürəkdə qanın yalnız bir istiqamətdə qulaqcıqlardan mədəciklərə və mədəciklərdən damarlara tərəf axmasını təmin edən qapaqlar vardır. Sağ qulaqcıqla sağ mədəcik arasında 3 taylı, sol qulaqcıqla sol mədəcik arasında 2 taylı qapaqlar yerləşir. Sağ mədəcik ilə ağciyər kötüyü və sol mədəcik ilə aorta arasında aypara qapaqlar olur. Ürəyin sağ hissəsində vena, sol hissəsində arterial qan daşınır. Ürəyi qidalandıran və onu arterial qanla təchiz edən damarlar sağ və sol tac arteriyaları aortadan ayrılır. Gəlin keçək ürəyin işi. Ürəyin işi. Ennazolaqlı ürək əzələsi toxumasından təşkil olmuş ürəyin işi qeyri-iradidir. Ürək əzələsində davamlı olaraq oyanma əmələ gətirən xüsusi hüceyrələr qrupu vardır. Bu, oyanmanın ürək kameralarının əzələvi divarına ötürülməsi sayəsində əvvəlcə qulaqcıqlar, sonra isə mədəciklər yığılır. Ürəyin fəaliyyəti qulaqcıq və mədəcik əzələlərinin ritmik olaraq təkrarlanan yığılma və boşalmasından ibarətdir. Ürəyin bir dəfə sistolası yığılması və diastolası boşalması ürək döyünməsi adlanır. Hər bir ürək döyünməsi ürək sikli 0,8 saniyə davam edir və 3 fazadan ibarətdir. Birinci faza. Qulaqcıqların sistolası 0,1 saniyə. Bu faza zamanı qulaqcıqlar sistola, mədəciklər isə diastola vəziyyətində olur. Qulaqcıqların əzələləri yığılarkən taylı qapaqlar açıq, aypara qapaqlar bağlı olur. Qan qulaqcıqlardan mədəciklərə dolur. İkinci faza. Mədəciklərin sistolası 0,3 saniyə. Bu faza zamanı mədəciklər sistola qulaqcıqlar diastola vəziyyətində olur. Mədəciklərin əzələləri yığılarkən aypara qapaqlar açıq, taylı qapaqlar bağlı olur. Qan sağ mədəcikdən ağciyər kötüyünə, sol mədəcikdən isə aortaya qovulur. Üçüncü faza. Ümumi diastola 0,4 saniyə. Bu fazanın əvvəlində həm taylı, həm də aypara qapaqlar bağlı olur. İri vena damarları ilə gələn qan əvvəlcə qulaqcıqlara, sonra isə mədəciklərə dolur. Gəlin keçək. Gördüyünüz kimi burada bizə elektrokardioqraf alət deməyək, cihazının şəklini veriblər. Gəlin indi elektrokardioqrafiya hissəsini oxuyaq. Ürəyin biocərəyanları elektrokardioqraf cihazı vasitəsilə qeydə alınır. Elektrokardioqrafiya apardıqda hərəkət edən fotokağız üzərində xüsusi əyri elektrokardioqram alınır. Sağlam insanlarda elektrokardioqram sabit olur və P, Q, R, S, T hərfləri ilə işarə edilən 5 dişcik verilir. P dişciyi müvafiq olaraq qulaqcıqların sistolasına uyğun gəlir. Q, R, S kompleksi mədəciklərin sistolasının başlanğıcını, T dişciyi isə sonunu müəyyən edir. T və P intervalı ümumi diastolaya uyğun gəlir. Dərsimizlə tanış olduğumuza görə gəlin keçək tapşırıqların izahına. Öyrəndiklərinizi yoxlayın. Gəlin birinci tapşırığımıza baxaq. Ürəyin quruluşu onun funksiyası ilə necə əlaqəlidir? Ürəyin quruluşu onun funksiyası ilə tam uyğunlaşdırılmışdır. Gəlin keçək ikinci tapşırığımıza. İnsanda ürəyin hansı kameralarından
venoz qan keçir. İnsanın ürəyində sağ qulaqcıq və sağ mədəcik kameralarından venoz qan keçir. Çünki bədənə aid damarlardan gələn venoz qan sağ qulaqcığa daxil olur. Oradan isə sağ mədəciyə keçir və ağciyərlərə göndərilir. Keçək 3-cü tapşırığımıza. Uyğunluğu müəyyən edin. Burada bizə Venn diaqramı verilib. Bu Venn diaqramına uyğun olaraq taylı qapaqdırmı, aypara qapaqdırmı, yoxsa hər ikisinə mi aiddir? Qeyd edəcəyik. Gəlin A variantına baxaq. Uyğun olanı qırmızı ilə önündə yazacağıq. Ürək siklinin birinci fəzasında bağlı olur. Bu aypara qapağa aiddir. Gəlin qarşısında 2 yazaq. Daha sonra qulaqcıqla mədəcik arasında yerləşir. Bu da ayparaya aiddir. Burada 2 yazırıq. Sonra C variantına baxırıq. Qanın bir istiqamətdə axmasını təmin edir. Bu hər ikisinə aiddir. Yəni bir dəqiqə 3-cüdə, Üçüncü. Daha sonra D variantına baxırıq. Mədəcik ilə arteriya damarları arasında yerləşir. Bu ayparaya aiddir. Aypara qapaqlarına. Bunu aypara 2. 2 yazırıq. Daha sonra Y variantına baxırıq. Ürək siklinin ikinci fəzasında bağlı olur. Bu isə taylı qapaq, yəni 1-ə aiddir. Gəlin burada da qeyd eləyək. Demək, 1 oldu Y. 2-yə aid oldu A, B, D. A, B, D. 3-ə aid oldu, yəni hər ikisinə C. Bugünlük bu qədər. Sonraki dərsin insanın qan dövrəni dərsinin izahının gəlməyini istəyirsinizsə, bu videoya like atıb, yorumlar qisminə yazmağı və kanala aşağıdan abunə olmağı unutmayın. Birinci videolara çox əmək verilir. Sağ olun. Sonraki dərslərdə görüşmək diləyilə.